Salam, hər vaxtınız xeyir uşaqlar. Bu günləri sizə kəmiyyətlərdən olan little, a little, few, a few arasındakı fərqi izah edəcəm. Çox vacib qaydadır, çünki mütləq şəkildə bundan buraxılışa düşür. Bir sualımız kəmiyyətlərdən olur. Gəlin görək, little, a little arasındakı fərq nədən ibarətdir? Biz bilirik ki, isimlər iki qrupa bölünür. Sayılan və sayılmayan. Sayılmayan isimlərlə biz little və a little olan kəmiyyət işlədirik. Bəs yaxşı, aralarındakı fərq nədən ibarətdir? A little müsbət mənadadır. Yəni, müsbət məna verir, var deməkdir. Little mənfi mənadadır və inkarlıq bildirir, yəni yox dərəcəsindədir deməkdir. Misal üçün, əgər a little-lan desəm, demək olar ki, var deməkdir. Və özündən sonra sayılmayan isim gəlir. Demək istəyirəm ki, soyuducuda biraz süd var. Biraz var demək istəyirəmsə, onda a little-dan istifadə edərəm. There is a little milk in the refrigerator. Would you like a little water? Mary got a little bit of pie. Hər üçü deməli nə mənadadır? Müsbət mənadadır və özlərindən sonra mütləq şəkildə nə gəldi? Sayılmayan isim gəldi. Bəs little? Little isə inkar məna verir və yenə də sayılmayan isimlərlə işlənir. Demək olar ki, yoxdur mənasını verir. I'm sorry, I speak little French. Üzr istəyirəm, mən fransız dilində demək olar ki, danışa bilmirəm də. There was little time to finish my homework. Ev tapşırığımı bitirmək üçün çox vaxtım yoxdur, artıq vaxtım qalmayıb demək olar ki. Little time deyirsə, necə bir məna verir? Negativ bir məna verir. A few sayıla bilən countable-la, yəni cəm simlərlə işlənilir. Özlərindən sonra sayıla bilən cəm sim gələr. Yenə də a few pozitiv ideyədir, few isə negativ ideyədir. A few-dan sonra cəm sim gələr, ona diqqət eləyin. Book gəlsə, misal üçün, yanlış olar. Misal üçün, he has a few good friends, so he's happy. Onun çoxlu dostları var və ona görə də o necədir? Xoşbəxtdir. Əgər mən bunu desən kimi ki, I have got few friends in the city, so I am lonely. Deməli, mənim dostum yoxdur və özümü necə hiss edirəm? Yalnız hiss edirəm. Ona görə a few müsbət mənadadır, few isə mənfi mənadadır. Ümidvaram ki, başa düşdünüz. Təşəkkür edirəm.